belə də deyə bilərik ki, keyfiyyət həyat tərzidir. Yəni əslində keyfiyyət eyni zamanda bir mədəniyyətdir. Biz nə qədər keyfiyyətli məhsul istehsal eləsək də, sonuçda keyfiyyət ilə bağlı qərarı müştəri verir. Bizim eradan əvvəl 1750-ci ildə hal-hazırda da Britaniya Muzeyində Londonda bir gil külçə üzərində yazılmış bir şikayət var ki, sizdən aldığım mis külçənin keyfiyyətindən narazıyam. Belə olsa bir daha almayacağam. Keyfiyyət də getdikcə zaman-zaman gəlişmələr, insanların tələbləri, müştərilərin, şirkətlərin pul qazanması üçün inkişaflara gəldi və həm keyfiyyət nəzarət, keyfiyyət təminatı və sonda ümumi keyfiyyət idarə etmə sistemi yarandı. Və keyfiyyət idarə etmə sistemində isə təşkilatın bütün üzvlərinin, məhsullarının, xidmətlərinin, eyni zamanda bu təşkilatın mədəniyyətinin davamlı təkmilləşdirməsinə təşviq edən bir idarə etmə sistemidir. İngiliscədə Total Quality Management, müştəri şahdır. Müştəri hər zaman haqlıdır, hər bir şikayət bizim üçün bir hədiyyədir. Geri bildirimlərlə biz əslində sistemlərimizi güncəlləşdirə, təkmilləşdirə bilərik. Çünki bizdə olan boşluqları müştərilər görüb. Zeytun yağ istehsalına başlamışdıq və çox keyfiyyətli şüşələrdə, qapaqları. Bir gün mən də keyfiyyətdəyəm, müştəri xidmətlərinin başındayam. Bir şikayət aldıq ki, zeytun yağından şikayətimiz var. Nədir şikayət? Qapağını aça bilmirlər. Hansı ki biz şüşəni də bütün keyfiyyət göstəricilərini, texniki parametrlərini, girdi kontrol zamanı bunlar hamısı yoxlanılır. Yəni keyfiyyətsiz məhsul müəssisəyə girə bilməz. Bu sistemlərdə də öz əksini tapır. Məlum oldu ki, bəzi müştərilərimiz yaşlı və yaxud da ki, biraz gənc güc tətbiq eləməkdə çətinlik çəkir və qapaq çətinliklə açılır. Keyfiyyət parametrlərindən yanaşı eyni zamanda müştəri rəyləri də bir meyardır. Sistemlərimizi hər zaman davamlı təkmilləşdirməklə baxmalıyıq proseslərdə. Çünki Kaizen fəlsəfəsində də deyilir ki, ən yaxşı nəticə belə təkmilləşdirilə bilər.